Salam dəyərli izləyicilər. Mən Pro İngilis dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bu gün sizlərlə DİM 2025 11-ci sinif test toplusunun Cases of Nouns bölməsinin suallarına baxacağıq. Suallara başlamamışdan əvvəl dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə testlərə baxaq. Birinci suala baxsaq, choose the sentence with the noun in the positive case. Yiyəli halda isim işlənmiş cümləni seçin. A variantına baxsaq, the novel's very interesting. Göründüyü kimi burada apostrof s yiyəli hal deyil, is xəbərinin qısaldılmış versiyasıdır. Yəni, the novel is very interesting. Deməli, A variantına çıxdıq. B variantına baxsaq, our chief's going to Europe. Eni ilə burada da chief sözündə apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. B variantında çıxdıq. C variantına baxsaq, Rox made over 100 films. Burada göründüyü kimi apostrof s-dən sonra made feili gəlmişdir və apostrof s burada has feilinin köməkçi feilinin qısaldılmış versiyasıdır. Yəni, Rocky has made over 100 films olmalı idi. C variantına çıxdıq. D variantına baxsaq, we listen to the professor's words attentively. Göründüyü kimi burada professordan sonra apostrof s yiyəli hal şəkilçisi və ondan sonra words ismi gəlmişdir. Deməli, bu düzgün yiyəli hal formasıdır. D variantı düzgün cavab. Y variantında da who is that man? Burada apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. İkinci suala baxsaq, choose the sentence with the noun in the positive case. A variantında Jane's reading a novel. Burada apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra feil gəlmişdir. Lakin yiyəli halın işlənməsi üçün özündən sonra isim gəlməli idi. B variantına baxsaq, Nick got a babysitter. Buradan da göründüyü kimi got feili gəlmişdir. Deməli, bu da apostrof s yiyəli hal deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. C variantına baxsaq, the girls got many books. Eyni ilə burada da B variantına kimi apostrof s has köməkçi feilinin qısaldılmış versiyasıdır. C variantında çıxırıq. D variantına baxsaq, when will Alice's granny plant vegetables? Burada isə Alice apostrof s yiyəli hal şəkilçisi və özündən sonra granny ismini qəbul etmişdir və düzgün yiyəli hal formasında işlənmişdir. Düzgün cavab D variantı. Y variantında Pat's my neighbor. Göründüyü kimi burada apostrof s cümlənin xəbəri olan izin qısaldılmış versiyasıdır. Üçüncü suala baxsaq, choose the sentence with the noun in the positive case. Yiyəli halda isim işlənmiş cümləni seçin. A variantına baxsaq, Helen's new coat is grey. Göründüyü kimi burada is xəbəri müstəqil burada işlənmişdir. Deməli, apostrof s is deyil. Həm də göründüyü kimi Helen ismini apostrof s yiyəli hal şəkilçisi və new coat isim birləşməsi əlavə olunmuşdur. Deməli, burada A variantı düzgün yiyəli hal formadır. B variantında Helen's a new student in our form is xəbərinin qısaldılmış versiyasıdır. Helen's my best friend. C variantında yenə apostrof s burada s xəbərinin qısaldılmış versiyasıdır. D variantında Helen's writing a letter. Yenə də is xəbərinin qısaldılmış versiyasıdır. Çünki özündən sonra feil gəlmişdir. Y variantında da Helen's a school girl. Əgər apostrof s-dən sonra z artiklı işlənirsə, deməli bu yiyəli hal deyil. Burada apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the sentence with the noun in the positive case. A variantına baxsaq, it's warmer than usual today. Göründüyü kimi burada apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. It is warmer than usual today. B variantına baxsaq, the child's gift is under the New Year tree. Göründüyü kimi burada is xəbəri işlənmişdir. Deməli, bu is deyildir. Və göründüyü kimi child isminə apostrof s yiyəli hal şəkilçisi əlavə olunmuşdur və özündən sonra gift ismi gəlmişdir. Deməli, B variantı düzgün yiyəli hal formasıdır. C variantında what is the weather like today? Burada apostrof s is xəbərinin qısaldılmış versiyasıdır göründüyü kimi. D variantında the boys wearing a white t-shirt. Göründüyü kimi apostrof s burada is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra wearing feili gəlmişdir. Y variantında who is that old woman? Burada da apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. Beşinci suala baxsaq, choose the sentence with the noun in the positive case. A variantında the woman's making a dress. Burada yenə apostrof s
is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra making feili gəlmişdir. Davam edici zamanda işlənmiş is xəbəridir. B variantına baxsaq. Anna sent a message to her niece today. Göründüyü kimi sent xəbəri gəlmişdir. Və apostrof S burada has köməkçi feilinin qısaldılmış versiyasıdır. C variantına baxsaq. She's already come. Göründüyü kimi apostrof S-dən sonra already zərfi gəlmişdir və burada apostrof S has köməkçi feilinin qısaldılmış versiyası kimi işlənmişdir. Yəni yəli-yal deyil. D variantına baxsaq. Children's success makes their parents happy. Göründüyü kimi burada children isminə apostrof S yəli-yal şəkildə əlavə olmuşdur və özündən sonra success uğur sözü gəlmişdir. Ona görə də bu düzgün yəli-yal formadır. Y variantında isə Pat's got some English books at home. Apostrof S burada özündən sonra feil gəlmişdir və has formasının qısaldılmış versiyasıdır, yəli-yal deyil. 6-cı suala baxsaq. Choose the sentence with the noun in the positive case. Yəli-yal isim olan cümləni seçin. A variantına baxsaq. Pat's got a new brown scarf. Göründüyü kimi apostrof S burada got feili işlənmişdir və has köməkçi feilinin qısaldılmış versiyasıdır, yəni yəli-yal deyil. B variantına baxsaq. Jax received a parcel from his parents today. Göründüyü kimi burada receive feili gəlmişdir. Apostrof S yenə has köməkçi feilinin qısaldılmış versiyasıdır. B variantında çıxdıq. C variantına baxsaq. It's very pleasant to be here. Burada apostrof S is feilinin köməkçi xəbərinin qısaldılmış versiyasıdır. Bunu həm də hardan bilə bilərik? Özündən sonra very zərfi gəlmişdir. D variantına baxsaq. The man's reading a newspaper in the dining room. Burada apostrof S is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra reading xəbəri gəlmişdir. Y variantına baxsaq. The children's room is light and comfortable. Burada asanlıqla görə bilərik ki, is xəbəri ayrıca müstəqil işlənmişdir. Deməli, bu is deyil, apostrof S və children isminə yəli-yal apostrof S şəkildə əlavə olmuşdur və özündən sonra room ismi gəlmişdir. Deməli, Y variantı düzgün yəli-yal formasıdır. Növbəti suala baxsaq. Choose the correct sentence in the genitive case. Genitive case, positive case ilə eyni mənanı daşır. Yəni, hansı sualda, sualın başlığında biz genitive case, positive case görsək, hər ikisi yəli-yal deməkdir. İsmin yəli-yal. A variantına baxsaq. My brothers taught me swimming. Göründüyü kimi burada apostrof S qəbul etmiş brothers ismindən sonra taught feili gəlmişdir. Deməli, bu apostrof S yəli-yal deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. B variantına baxsaq. Alicia's got a new expensive computer. Eyni ilə burada da apostrof S-dən sonra got feili gəldiyinə görə apostrof S has köməkçi feilinin qısaldılmış versiyasıdır və positive case deyildir. C variantında he is washing the car every day. Eyni ilə burada da apostrof S is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra washing xəbəri gəlmişdir. C variantını çıxdıq. D variantında his father's research was very interesting. Yəni, burada göründüyü kimi apostrof S qəbul etmiş father's ismindən sonra research ismi gələrək düzgün yəli-yal formasında işlənmişdir. Y variantına baxsaq. The little girls always praised by her parents. Burada apostrof S is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra always zərfi və praised feili gəlmişdir. Düzgün cavab D variantı. 8-ci suala baxaq. Choose the correct variant. Burada birləşmələr verilmişdir. Birinciyə baxsaq. Yesterday's meeting. Yesterday, today kimi zaman bildirən isimlər özündən sonra apostrof S və isim qəbul edərək yəli-yal formasında işlənir. Deməli, bir düzgündür. İkinciyə baxsaq. The woman's bags. Burada woman cəm forması kökdən dəyişən isimləndəridir və cəm formasında işlənmişdir. Bu tip cəm isimlərin yəli-yal forması özündən sonra apostrof S və isim qəbul etməklə düzəlir. Necə ki, burada düzəlmişdir. Deməli, 2 də düzgündür. 1-2 düzgün cavab Y variantı. Üçüncüdə, 3 piece of luck səhvdir. Niyə? Çünki piece sayıla bilən isimdir və özündən sonra miqdar sayı gəlmişsə, S kəsicisi qəbul edərək cəmlənməli idi. 4-də, 2 weeks holiday. Eyni ilə burada da week sayıla bilən isimdir və özündən sonra miqdar sayı gəldiyinə görə weeks yəli-yal formada işlənməsi üçün özündən sonra S plus apostrof qəbul etməli idi. Deməli, 4-də düzgün deyil. Növbəti suala baxsaq. Choose the correct variant. Düzgün variantı seçin. Birinciyə baxsaq. Today's reality. Yuxarıda qeyd etdiyimiz kimi today
zaman bildirən isim özündən sonra apostrof S plus isim qəbul edərək düzgün yiyəli formada işlənir. İkinciyə baxsaq, the man suits. Burada men cəm forması kökdən dəyişən isimlərdəndir və cəm haldadır. Və bu tip cəm isimlər özündən sonra S qəbul edə bilməz. Onların yiyəli yalı özündən sonra apostrof S qəbul etməklə düzəlir. Deməli, 2 düzgün deyil. Üçüncüyə baxsaq, dear tracks. Burada dear həm tək, həm cəm forması eyni yazılan isimlərdəndir. Və bu tip isimlərin yiyəli yalı özündən sonra apostrof S plus isim qəbul etməklə düzəlir. Necə ki, burada işlənmişdir. Deməli, 3 düzgün yiyəli yalı formadadır. Dördüncüyə baxsaq, 2 days work. Əvvəldə qeyd etdiyimiz kimi sayıla bilən isim özündən əvvəl miqdar sayı qəbul edibsə, deməli cəmlənməli idi. Lakin burada tək halda işlənmişdir. Deməli 4 düzgün deyil. 1, 3 düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct sentence with the noun in the positive case. Yiyəli halda isim işlənmiş düzgün cümləni seçin. A variantına baxsaq, Mircəlal's my favorite writer. Burada Mircəlaldan sonra gələn apostrof S iz xəbərinin qısaldılmış versiyasıdır. Deməli, A variantını çıxırıq. B variantına baxsaq, my friends bought a new car. Göründüyü kimi apostrof S qəbul etmiş isimdən sonra bought feili gəlmişdir. Deməli, bu apostrof S yiyəli yal deyil. Has köməkçi feilinin qısaldılmış versiyasıdır. C variantına baxsaq, Jane's answer was much better. Burada Jane apostrof S qəbul edib özündən sonra answer ismi işlənmişdir və düzgün yiyəli yal formada işlənmişdir. Deməli, düzgün cavab C variantı. D variantına baxsaq, the men's room was full of smoke. Men cəm forması kökdən dəyişən cəm isimdir və bu ismin yiyəli yalı özündən sonra S apostrof deyil, apostrof S qəbul etməklə düzəlməli idi. D səhvdir. Y variantında Jack's a student at the college. Göründüyü kimi burada Jack apostrof S-dən sonra E artiklı gəlmişdir. Deməli, bu yiyəli yal deyil, iz xəbərinin qısaldılmış versiyasıdır. Növbəti suala baxaq. Choose the sentence with the noun in the positive case. Yiyəli yalda isim işlənmiş cümləni seçin. Birinciyə baxsaq, A variantında It's our new school. Göründüyü kimi burada apostrof S iz xəbərinin qısaldılmış versiyasıdır. Yiyəli yal deyil. B variantında The doctor's room is large. Göründüyü kimi doktor ismi özündən sonra apostrof S və room ismi qəbul edərək düzgün yiyəli yal formada işlənmişdir. Deməli, B düzgün cavabdır. Növbəti variantda baxaq. C variantında Who is their favorite singer? Burada apostrof S iz xəbərinin qısaldılmış versiyasıdır. Yiyəli yal deyil. D variantına baxsaq, What's your father? Burada da eyni ilə C variantına kimi apostrof S yiyəli yal deyil, iz xəbərinin qısaldılmış versiyasıdır. Y variantına baxsaq, She's got blue eyes. Göründüyü kimi burada apostrof S-dən sonra got feili gəlmişdir. Deməli, apostrof S burada has köməkçi feilinin qısaldılmış versiyasıdır. Düzgün cavab B variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variant seçin. Birinciyə baxsaq, 2 hours walk. Burada hour sayıla bilən isimdir və özündən əvvəl miqdar sayı qəbul edərək cəmlənmişdir və cəm ismin yiyəli yalı özündən sonra apostrof plus walk ismi qəbul edərək işlənmişdir. Düzgün yiyəli yal formadır. İkinciyə baxsaq, 5 months holiday. Burada months sayıla bilən isimdir. Lakin özündən əvvəl 5 miqdar sayı gəlməsinə baxmayaraq təkdə işlənmişdir. Deməli, düzgün deyil. İkinci çıxdıq. Üçüncüyə baxsaq, today's newspaper. Today zaman bildirən isim. Özündən sonra S apostrof deyil, apostrof S qəbul edərək yiyəli yalda işlənir. Deməli, üst düzgün deyil. Dördüncüyə baxsaq, 3 kilometers away. Kilometr sayıla bilən isimdir və özündən əvvəl 3 miqdarı gələrək uzunluq bildirən isimdir. 3 miqdarı gələrək cəmlənmişdir və apostrof plus isim qəbul edərək düzgün yiyəli yal formada işlənmişdir. Deməli, 1, 4 düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the sentence with the noun in the positive case. Yiyəli yal axtarmalıyıq burada. A variantında Where is your English book? Burada yiyəli yal yoxdur. B variantında It's very good to have so many friends. Burada apostrof S iz xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra very zərfi gəlmişdir. C variantına baxsaq, What's your father Billy? Burada apostrof S iz xəbərinin qısaldılmış versiyasıdır göründüyü kimi. D variantına baxsaq, Peter's parents are proud of him. Burada apostrof S yenə özündən sonra parents ismi gəlmişdir. Deməli, burada apostrof S düzgün yiyəli yal formadır. İsim plus apostrof S plus isim. D düzgün variantdır.
Y variantında Ants got many pencils. Göründüyü kimi apostrof S-dən sonra got fiili gəlmişdir. Deməli apostrof S burada has köməkçi fiilinin qısaldılmış versiyasıdır. Növbət suala baxaq. Choose the sentence with the noun in the positive case. A variantında the book is Kate's. Burada apostrof S-dən sonra heç bir isim gəlməsə belə burada isim düşmüşdür. Cümlənin tərcüməsi kitab Kate'indir. Yəni Kate'indən sonra isim gəlməməsinə baxmayaraq bu düzgün yiyəli formadır. Niyə görə? Çünki burada həmin isim əvvələ gəlmişdir, düşmüşdür. Əslində olmalı the book is Kate's book. Kate'in kitabıdır. Yəni həmin ismi iki dəfə işlətməmək üçün, təkrarçılığa yol verməmək üçün burada book ismi ixtisara düşmüşdür. Əslində book burada görünmür. İxtisara düşdüyünə görə bu Kate's düzgün yiyəli formadır. Düzgün cavab A variantı. Növbəti variantlara baxaq. Kate's read a book. Burada apostrof S has köməkçi fiilinin qısaldılmış versiyasıdır. Özündən sonra read fiili gəlmişdir. C variantında Kate's beautiful. Burada apostrof S is xəbərinin qısaldılmış versiyasıdır. D variantında Kate's got a new dress. Burada apostrof S has köməkçi fiilinin qısaldılmış versiyasıdır. Y variantına baxsaq Kate's my elder sister. Apostrof S burada is xəbərinin qısaldılmış versiyasıdır, yarıyal deyil. Növbəti suala baxaq. Choose the correct sentence with the noun in the positive case. A variantında I haven't read today's news yet. Today bayaq qeyd etdiyimiz kimi zaman bildirən isimdir. Özündən sonra yarıyal düzgün forması işlənməsi üçün apostrof S qəbul etməliydi. S apostrof deyil. A variantını çıxdıq. B variantında the princess diamonds were too expensive. Burada princess ismi özündən sonra apostrof S və isim qəbul edərək düzgün yarıyal formasına işlənmişdir. B düzgün variantdır. C variantında we had 2 months holiday in Switzerland. Burada months ismi sayıla bilən isim olduğu üçün özündən əvvəl gələn miqdar sayına görə cəmlənməlidir. Lakin təkdə işlənmişdir, düzgün deyil. D variantında it's 15 minutes walk from my house to the station. It's 15 burada apostrof S is xəbərinin qısaldılmış versiyasıdır, yəni yarıyal deyil. Digər tərəfdəki apostrof S isə yarıyaldır, lakin düzgün deyil. Çünki özündən əvvəl 15 gəlməsinə baxmayaraq minutes burada düzgün minutes cəmlənməli idi. Cəmlənmədiyi üçün D variantı düzgün deyil. Yəni 15 minutes cəm halda işlənməli idi və özündən sonra apostrof plus walk ismi qəbul etməli idi. Y variantına baxsaq 200 guests were invited to Jack's and Mary's wedding. Burada apostrof S yalnız Mary'e aid olmalı idi. Çünki Mary'e əlavə olunmalı idi. Çünki burada wedding hər iki şəxsə aid olduğu üçün bu iki şəxsin toyundan söhbət gedir. Ona görə hər iki şəxsə aid isim olarsa apostrof S cümlədə yalnız sonuncu şəxsin sonuna artırılır. O zaman hər iki və ya daha çox şəxsin sonuna artırılır ki, aid olduqları isim hər birinə ayrı-ayrı aid olsun. Lakin burada göründüyü kimi yüzlərlə qonaq Jax və Mary'nin toyuna dəvət edildi. Deməli bu toy onların hər ikisinə aid olduğu üçün təkcə Mary'yə əlavə olunmalı idi. Y variantı səhvdir. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinciyə baxsaq, the Smith's house was in this street. İngilis dilində soyadı bildirən isimlər özündən əvvəl Z artiklı qəbul edərsə cəmlənir və özündən sonra yiyəli işlənməsi üçün apostrof plus isim qəbul edilir. Lakin burada göründüyü kimi Z artiklı gəlməsinə baxmayaraq Smith soyadı təkdə işlənmişdir. Deməli bir düzgün deyil. İkinciyə baxsaq, Nick's and Helen's hair is the same color. Bədən üzvü olan hair ismi hər bir şəxsə ayrı-ayrı aid olmalıdır və göründüyü kimi hər bir şəxsə ayrı-ayrı əlavə olunmuşdur. Deməli iki düzgün yiyəli formadadır. Üçüncüyə baxsaq, we know all about the fireman's work. Fireman burada sözün kökdən dəyişərək cəmlənən isimlərdəndir və cəm haldadır. Bu tip cəm isimlərin yiyəli özündən sonra S apostrof deyil, apostrof S plus isim qəbul etməklə düzəlir. Deməli, üç düzgün deyil. Dördüncüyə baxsaq, the tourists found their way after an hour's search. Buradan göründüyü kimi hour ismi özündən sonra apostrof S və isim qəbul edərək düzgün yiyəli formada işlənmişdir. Beşinciyə baxsaq, Ted and Jack's room is large and light.
Göründüyü kimi burada room təkdədir. İz xəbərli təkdədir. Deməli, room hər iki şəxsə aiddir. Belə olan halda apostrof S cümlə daxilindəki sonuncu şəxsə əlavə olmalıdır. Necə ki, burada əlavə olmuşdur. Deməli, 5 düzgün yiyəli formadır. 2, 4, 5 düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Birinciyə baxsaq. A few months journey. Bir neçə aylıq səyahət. Burada a few quantifiers'dan sonra, təyin edicisindən sonra gələn isim cəm isim olmalıdır. Lakin months sayıla bilən tək isimdir. Burada təkdə işlənmişdir. Deməli, bir düzgün deyil. İkinciyə baxsaq. A week's rest. E təklik bildirən artikeldə özündən sonra gələn isim təkdə işlənmişdir və apostrof S qəbul edilərək özündən sonra rest ismi gələrək düzgün yiyəli formada işlənmişdir. Deməli, düzgündür. Üçüncüyə baxsaq. The men's room. Qeyd etdiyimiz kimi men sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəmdə işləndiyinə görə onun yiyəli özündən sonra apostrof S qəbul edərək düzəlməli idi. S apostrof deyil, səhvdir. Dördüncüyə baxsaq. Yesterday's news. Yesterday zaman bildirən isim özündən sonra apostrof S plus isim qəbul edərək düzgün yiyəli formada işlənmişdir. 4 düzgündür. 2, 4 düzgün cavab Y variantı. 5-cidə the woman's apostrof S qəbul etməlidir, çünki cəm haldadır. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. The students marks şagirdlərin qiymətləri. Burada şagirdlər cəm haldadır və özündən sonra apostrof plus isim qəbul edərək düzgün yiyəli formada işlənmişdir. Bir düzgündür. İkinciyə baxsaq. The child's toys. Child'ın cəm forması özündən sonra ren şəkilçisi qəbul edərək children formasını düzəldir. Yəni S burada səhvdir. S apostrof qəbul olması. Üçüncüyə baxsaq. The men's suits. Burada men cəm haldadır. Sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və bu tip isimlərin cəm halı özündən sonra apostrof S plus isim qəbul etmək düzəlir. Necə ki, burada işlənmişdir. Deməli, üst düzgündür. Dördüncüyə baxsaq. 2 hours walk. Hour sayıla bilən isimdir. Özündən əvvəl miqdar sayı gəldiyinə görə cəmlənməli idi. Lakin burada təkdə işlənmişdir. Deməli, 4 düzgün deyil. 5-ciyə baxsaq. The night's darkness. Gecənin qaranlığı. Burada night ismi təkdədir. Özündən sonra apostrof S plus isim qəbul edir. Düzgün yiyəli formada işlənmişdir. 1, 3, 5 düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the sentence with the noun in the positive case. A variantında what is the main idea of the story? Göründüyü kimi burada apostrof S iz xəbərinin qısaldılmış versiyasıdır. Yiyəli yal deyil. B variantında though she is not so young, her hair's grey. Burada göründüyü kimi she is not so young, apostrof S iz xəbərin qısaldılmış versiyasıdır. Burada her hair is grey, yenə iz xəbərinin qısaldılmış versiyasıdır. B variantına çıxdıq. C variantına baxsaq, Azərbaycan is a land of fires. Azərbaycanı, burada apostrof iz xəbərinin qısaldılmış versiyasıdır. Apostrof S yiyəli yal deyil. D variantında it's a long distance from here to the bank. Göründüyü kimi yenə it is a long distance. İz xəbərinin qısaldılmış versiyasıdır. Sonuncu variantına baxsaq, Y variantı Azerbaijan's oil production has increased recently. Göründüyü kimi burada Azərbaycan ismi apostrof S plus sözündən sonra isim birləşməsi oil production qəbul edərək düzgün yiyəli formada işlənmişdir. Düzgün cavab Y variantı. 20-ci suala baxaq. Choose the sentence with the noun in the positive case. Yiyəli isim işlənmiş düzgün variantı seçin. A variantına baxsaq, yesterday's newspapers deals with the Eurovision Song Contest. Burada yesterday zaman bildirən isim özündən sonra apostrof S plus isim qəbul edərək düzgün yiyəli formada işlənmişdir. Deməli, A variantı düzgün cavabdır. B variantında it's a long way from here to the coffee. Göründüyü kimi apostrof S iz xəbərinin qısaldılmış versiyasıdır. C variantında who is won the competition. Burada apostrof S özündən sonra won xəbəri gəlmişdir. Has köməkçi feilinin qısaldılmış versiyasıdır. Yiyəli yal deyil. D variantına baxsaq. Nick's trying to protect his child from disease. Burada Nick is trying iz xəbərinin qısaldılmış versiyasıdır. Burada Y variantında she's got the first prize at the championship. Burada apostrof S has köməkçi feilinin qısaldılmış versiyasıdır. Özündən sonra got feili gəlmişdir. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinci cümləyə baxsaq. It's very hot in summer in Baku, isn't it? Burada apostrof S iz xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra very zərfi gəlmişdir. Biri çıxdıq. She's already read these funny stories. Özündən sonra already zərfi gəlmişdir. Deməli, bu has feilinin
qısaldılmış versiyasıdır. İkincində çıxdıq. Üçüncüyə baxsaq. The Mother's Day is celebrated in Great Britain too. Burada Mother's Day, analar günü. Mother ismi özündən sonra apostrof S plus D ismi qəbul edilir. Düzgün yiyəli formada işlənmişdir. 3 düzgündür. Dördüncüyə baxsaq. David followed his brother's example and joined the army. Burada isə brother ismindən sonra apostrof S plus example ismi gələrək düzgün yiyəli formada işlənmişdir. Deməli 3-4 düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the possessive case. Yəli yalda isim işləmiş düzgün cümlələri seçin. Birinci cümləyə baxsaq. The boy's hands were too dirty. Göründüyü kimi boy ismindən sonra apostrof S plus hands ismi gəlmişdir. Deməli bir düzgün yəli formadadır. İkinciyə baxsaq. Is your family planning the next year's holiday? The next year's holiday. Göründüyü kimi burada year ismindən sonra apostrof S plus isim qəbul edərək düzgün yəli formada işlənmişdir. Üçüncüyə baxsaq. Let's rest a little, said Tom. Let's burada let us birləşməsindən qısaldılmış versiyasıdır. 3'ü çıxdıq. 4'də it's getting dark. Will you turn on the light, please? Burada it's getting, is getting'dir. Is xəbərin qısaldılmış versiyasıdır. Yəli yal deyil. 1-2 düzgün cavab D variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinciyə baxsaq. What's your favorite subject? Burada apostrof S is xəbərinin qısaldılmış versiyasıdır. Yəli yal deyil. İkincidə it is Tom's birthday today. Apostrof S birinci it'sdəki is xəbərinin qısaldılmış versiyasıdır. Lakin burada Tom's birthday-də isə yəli yaldır. Niyə? Çünki özündən sonra apostrof S və isim qəbul etmişdir. 2 düzgündür. Üçüncüyə baxsaq. Kate's books were on the shelf. Burada Kate ismi özündən sonra apostrof S və isim qəbul edərək düzgün yəli formasında işlənmişdir. 3 düzgündür. Dördüncüdə isə let's translate this text together. Let's burada let us birləşməsinin qısaldılmış versiyasıdır. Düzgün yəli forma deyil. 2-3 düzgün cavab B variantı. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variant seçin. Birinciyə baxsaq. The Brown's children. Burada Brown ingilis dilində soyad belirlənisidir və onun özündən əvvəl artiklı gəldiyinə görə cəm formada işlənərək yəli yalı özündən sonra apostrof S plus isim qəbul edərək düzgün işlənmişdir. Bir düzgündür. İkincidə isə The Brown's country house birincidən fərqli olaraq özündən əvvəl artiklı gəlməsinə baxmayaraq soyadı bildirən Brown ismi cəmlənməmişdir. Deməli düzgün deyil. İkincini çıxdıq. Üçüncüdə The Child's Toys. Burada child isminin əslində bunun cəm forması özündən sonra ren qəbul etməklə children formasına düzəlir və onun yəli yalı özündən sonra S apostrof deyil, apostrof S qəbul etmək düzəlir. Həm tək, həm cəm forması. 3 düzgün deyil. Dördüncüyə baxsaq, the children's room. Children sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm haldadır və bu ismi yəli yalı qeyd etdiyimiz kimi özündən sonra apostrof S və room ismi qəbul edib düzəlmişdir. Deməli düzgün haldadır. 1-4 düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the sentence with the noun in the possessive case. A variantına baxsaq. Tim's playing with his friends. Burada Tim apostrof S, burada is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra playing xəbəri gəlmişdir. A variantına çıxdıq. B variantına baxsaq. Tim's collecting stamps now. Burada Tim apostrof S, is xəbərinin qısaldılmış versiyasıdır. Yenə B variantında çıxdıq. C variantında Tim's got nice stamps. Göründüyü kimi burada Tim'dən sonra gələn apostrof S, has köməkçi feilin qısaldılmış versiyasıdır. C-də çıxdıq. D variantında Tim's hobby is building models. Tim'in hobisi bina modelləridir. Deməli burada Tim ismi apostrof S plus hobby ismi qəbul edərək düzgün yəli formada işlənmişdir. D variantı düzgün cavabdır. Y variantında isə where is Tim now? Apostrof S is xəbərinin qısaldılmış versiyasıdır. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Yəli yalı işlənmiş ismi seçin. Birinciyə baxsaq. The girl's been operated on. Burada girl apostrof S has köməkçi feilinin qısaldılmış versiyasıdır. Yəli yalı deyil. Biri çıxdıq. İkincidə Richard's leaving in a few days.
Apostrof S göründüyü kimi özündən sonra feil gəlmişdir və iz xəbərinin qısaldılmış versiyasıdır. İkində çıxdıq. Üçüncüdə unknown relatives have sold their house. Burada Anna apostrof S plus isim qəbul edərək düzgün yəlyal formasını işlənmişdir. Dördüncüdə on the way home I met my sister's friend. Göründüyü kimi my sister apostrof S qəbul edərək özündən sonra friend gələrək ismi düzgün yəlyal formada işlənmişdir. Düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinci cümlədə I am staying at my uncle's. Mən əmim gildə qalıram. Burada apostrof S yəli haldır. Niyə görə? At my uncle's, at my aunt's. Bu formada qohumluq bildirən isimlər. Qarşısında at və əvəzli işlənərək yəli formada işlənir. Çünki burada əslində home sözü vardır, hansı ki ixtisara düşmüşdür. Bu tip birləşmələrdə həmin isim ixtisara düşə bilir, amma yəli forma düzgündür. Bir düzgün variantdır. İkinciyə baxsaq, Brian's going to take part in the race. Burada apostrof S göründüyü kimi iz xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra going feili işlənmişdir. İkinci çıxdıq. Üçüncüdə, Jane's got a lot of work to do. Jane'dən sonra gələn apostrof S has köməkçi feilinin qısaldılmış versiyasıdır. Niyə? Çünki özündən sonra got feili işlənmişdir. Üçü də çıxdıq. Dördüncüyə baxsaq, The Simpsons' arrival surprised us. Burada Simpson ingilis dilində soyad bildirən isimdir və qeyd etdiyimiz kimi özündən əvvəl Z artiklı işlənərək cəm formada işlənmişdir və yəli yal özündən sonra apostrof plus isim arrival isim gələrək düzgün yəli yal formada işlənmişdir. Düzgün cavab 1-4 Y variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Birinciyə baxsaq, The Teacher's Dictionaries. Göründüyü kimi teacher cəm haldadır və onun yəli yal özündən sonra apostrof plus isim gələrək düzgün işlənmişdir. Bir düzgün yəli yal formasıdır. İkinciyə baxsaq, Our sportsman's success. Göründüyü kimi sportsman sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm halda işlənmişdir və bu tip isimlərin yəliyalı özündən sonra apostrof S və isim qəbul etməklə düzəlir. Necə ki burada işlənmişdir. Deməli 2 düzgün yəliyalı formadır. 1-2 düzgün cavab A variantı. Üçüncüyə baxsaq, The Brown's Cottage. Brown soyad bildirən isimdir. Özündən əvvəl Z artiklı gəldiyinə görə cəmlənməli idi, lakin burada təklə işlənmişdir. 3 düzgün deyil. Dördüncüdə 2 miles distance, mile sayıla bilən uzunluq bildirən isimdir. Özündən əvvəl miqdar sayı gəldiyinə görə cəmlənməlidir, lakin burada təklə işlənmişdir. 4 düzgün deyil. 4-də çıxdıq. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the sentence with the noun in the positive case. Yəli yalda isim işlənmiş cümləni seçin. A variantında Sarah's a new student in our class. Göründüyü kimi apostrof S-dən sonra E artiklı gəlmişdir. Deməli, bu yəli yal deyil, iz xəbərinin qısaldılmış versiyasıdır. B variantına baxsaq, Sarah's report is very urgent. Burada göründüyü kimi Sarah's report, Sarah isminə apostrof S plus report ismi qəbul edərək düzgün yəli yal formada işlənmişdir. B variantı düzgün cavabdır. Hətta burada fikir versək, iz xəbəri ayrılıqda işlənmişdir. Yəni, bu iz ola bilməz. Bir cümlədə 2 iz. C variantına baxsaq, Sarah's reading an interesting book. Göründüyü kimi apostrof S burada özündən sonra reading feili gəldiyinə görə iz xəbərinin qısaldılmış versiyasıdır. D variantında Sarah's my classmate. Yenə burada iz xəbərinin qısaldılmış versiyasıdır. Y variantına baxsaq, Sarah's an excellent teacher. Burada da göründüyü kimi yenə an artiklı gəlmişdir və apostrof S yəli yal deyil, iz xəbərinin qısaldılmış versiyasıdır. Növbəti suala baxaq. Choose the sentence with the noun in the positive case. A variantına baxsaq, Steve's writing an essay. Burada Steve is writing. Apostrof S yəli yal deyil, iz xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra writing feili gəlmişdir. Bundan bilə bilərik. B variantına baxsaq, Steve's a smart little boy. Steve'dən sonra E artiklı gəlmişdir. Deməli, yəli yal deyil, iz xəbərinin qısaldılmış versiyasıdır. C variantına baxsaq, Steve's little brother is 5. Burada Steve ismi özündən sonra apostrof S və little brother isim birləşməsi qəbul edərək düzgün yəli yal formada işlənmişdir. Cümlənin iz xəbəri burada verilmişdir. Deməli, düzgün cavab C variantıdır. D variantına baxsaq, Steve's a doctor at the hospital. Yenə E artiklı gəlmişdir. Deməli, yəli yal deyil. Burada apostrof S iz xəbərinin
qısaldılmış versiyasıdır. Növbəti varianta baxsaq, Steve's my best friend, yenə apostrof S, is xəbərinin qısaldılmış versiyasıdır. Düzgün cavab C variantı. Növbəti suala baxın. Choose the sentence with the noun in the positive case. A varianta baxsaq, the baby is crying in the bedroom. Burada apostrof S, is xəbərinin qısaldılmış versiyasıdır. Yəli deyil, çünki özündən sonra crying feili gəlmişdir. A variantını çıxdıq. B variantına baxsaq, Sarah's living with her grandparents. Göründüyü kimi Sarah apostrof S-dən sonra living xəbəri gəlmişdir. Deməli, bu feil qəbul etdiyinə görə apostrof S, is xəbərinin qısaldılmış versiyasıdır. Yəli deyil. C variantında Peter's father does shopping every week. Göründüyü kimi Peter şəxs bildirən isim özündən sonra apostrof S plus father ismi qəbul edərək düzgün yəli formasına işlənmişdir. Deməli, C variantı düzgün cavabdır. D variantına nəzər salsaq, my neighbor's very honest man. Göründüyü kimi burada apostrof S, is xəbərinin qısaldılmış versiyasıdır. Yəli deyil. Y variantında Jane's a beautiful young lady. Yenə apostrof S-dən sonra article gəlmişdir və bu apostrof S burada is xəbərinin qısaldılmış versiyasıdır. Yəli deyil. Növbəti suala baxaq. Choose the sentence with the noun in the positive case. Yəli isim işlənmiş cümləni seçin. A variantına baxsaq, my father's boss is going to Italy. Göründüyü kimi my father ismi apostrof S qəbul etmiş və özündən sonra boss şəxs ismi gəlmişdir. Düzgün yəli formada işlənmişdir. Düzgün cavab A variantı. B variantına baxsaq, his friends got new computer. Friend sözündəki apostrof S-dən sonra got feili gəlmişdir. Deməli, burada apostrof S yəli deyil, has köməsi feilinin qısaldılmış versiyasıdır. C variantına baxsaq, the girls reading a fiction book. Göründüyü kimi burada yenə reading xəbəri gəlmişdir. Feili apostrof S-dən sonra deməli bu is xəbərinin qısaldılmış versiyasıdır. D variantında David's an engineer in a company. Burada yenə apostrof S-dən sonra an article gəlmişdir. Deməli, bu yəli deyil. Y variantında their son's a reliable person. Yenə article gəlmişdir. Apostrof S-dən sonra deməli, bu da yəli deyil. Düzgün cavab A variantı. Növbəti suala baxsaq, choose the sentence with the noun in the positive case. A variantında the boys playing in the yard. Burada göründüyü kimi apostrof S-dən sonra playing feili gəlmişdir. Deməli, bu apostrof S burada is xəbərinin qısaldılmış versiyasıdır. B variantına baxsaq, the child's toy was broken. Child'dan sonra apostrof S plus toy ismi gəlmişdir. Deməli, düzgün yəli formada işlənmişdir. C variantına baxsaq, my sister's coming home today. Göründüyü kimi apostrof S isimdən sonra coming feili gəlmişdir. Deməli, bu is xəbərinin qısaldılmış versiyası yəli deyil. D variantına baxsaq, Ben's doing exercises right now. Göründüyü kimi apostrof S-dən sonra doing feili gəlmişdir. Deməli, bu is xəbərinin qısaldılmış versiyasıdır. Yəli deyil. Y variantına baxsaq, Steve's got a new pair of shoes. Burada apostrof S, has köməsi feilinin qısaldılmış versiyasıdır. Yəni, yəli deyil. Düzgün cavab C variantı. Daha doğrusu düzgün cavab B variantı. Növbəti suala baxaq, 34. Choose the sentence with the noun in the positive case. A variantına baxsaq, Mike's got a lot of books. Mike has got a lot of books. Has köməsi feilinin qısaldılmış versiyasıdır. Özündən sonra got feili gəlmişdir. Yəli deyil. B variantına baxsaq, my teachers explaining the lesson. Explaining feili gəlmişdir. Apostrof S-dən sonra yəli deyil. Is xəbərinin qısaldılmış versiyasıdır. C variantına baxsaq, his family is moving to another city. Göründüyü kimi is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra moving feili gəlmişdir. C variantında çıxdıq. D variantına baxsaq, Daniel's singing at the concert. Göründüyü kimi singing feili gəlmişdir. Yenə is xəbərinin qısaldılmış versiyasıdır. Yəli deyil. Sonuncu Y variantına baxsaq, the girl's exam was cancelled yesterday. Göründüyü kimi girl ismi apostrof S plus isim qəbul edərək düzgün yəli formada işlənmişdir. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Yəli işlənmiş isim işlənmiş cümlələri seçin. A variantına baxsaq, he is doing his homework in his room. He is doing. Burada apostrof S, is xəbərin qısaldılmış versiyasıdır. A variantına çıxdıq. B variantına Pat's cleverer than his mates. Burada da apostrof S yəli deyil. Is xəbərin qısaldılmış versiyasıdır.
C variantında my son's crying awoke us immediately. Mənim oğlumun ağlamağı bizi dərhal oyatdı. Göründüyü kimi crying burada isimləşmiş feildir, lakin ing ilə işlənilərək özündən əvvəl apostrof s-li isim gələrək düzgün YL formada işlənmişdir. Tərcümədən də bu aydın görünür. Düzgün cavab C variantı. D variantına baxsaq, Kevin's got a wonderful cottage beside the lake. Göründüyü kimi apostrof s-dən sonra got xəbər feili gəlmişdir. Deməli, bu has köməkçi feilinin qısaldılmış versiyasıdır. YL deyil. Y variantına baxsaq, my son's crying now. Burada isə apostrof s-dən sonra crying feili gəlmişdir və düzgün cavab C variantı. Burada Y variantında apostrof s iz xəbərinin qısaldılmış versiyasıdır. C variantının fərqi nədir bunun? C variantına görə bilərik ki, crying-dən sonra cümlənin feili və xəbəri evoke işlənmişdir keçmiş zamanda. Düzgün cavab C variantı. Növbəti sual baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Birinciyə baxsaq. Children's clothes. Children sözün kökü, sözün cəm forması kökdən dəyişərək cəmlənən isimlərdəndir və cəm haldadır. Və bu tip isimlərin yəliyalı özündən sonra apostrof s plus isim qəbul etməklə düzəlir. Necə ki, burada işlənmişdir. Bir düzgündür. İkinciyə baxsaq, 2 weeks vacation. Week ismi sayıla bilən isimdir. Özündən əvvəl miqdar sayı gəldiyinə görə cəmlənməlidir. Lakin burada təkdə işlənmişdir. Deməli, düzgün deyil. Üçüncüyə baxsaq, tomorrow's football match. Tomorrow zaman bildirən isim, özündən sonra apostrof s plus isim birləşməsi qəbul edərək düzgün YL formada işlənmişdir. 3 düzgündür. Dördüncüyə baxsaq, the policeman's questions. Burada policeman tək haldadır. Onun YL özündən sonra apostrof s qəbul etməklə düzəlməli idi. S apostrof deyil. 4-ü çıxdıq. Düzgün deyil. 5-ə baxsaq, the teachers conference. Burada teachers ismi cəm haldadır və YL özündən sonra apostrof plus isim qəbul etməklə düzgün YL formada işlənmişdir. 1-3-5 düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. YL-da isim işlənmiş cümlələri seçin. Birinciyə baxsaq, my dog's skin is as smooth as silk. Burada my dog ismindən sonra apostrof s plus skin ismi gələrək düzgün YL formada işlənmişdir. Bir düzgündür. İkinciyə baxsaq, the Azerbaijan Republic is a member of the United Nations Organization. Göründüyü kimi apostrof s-dən sonra article gəlmişdir. Deməli, bu iz xəbərinin qısaldılmış versiyasıdır. YL deyil. Üçüncüyə baxsaq, night's work is too hard, isn't it? Göründüyü kimi night ismindən sonra apostrof s plus work ismi gələrək düzgün YL formada işlənmişdir. 3 düzgündür. 4-ə baxsaq, Helen's success was unexpected. Göründüyü kimi Helen ismindən sonra apostrof s plus success ismi gələrək düzgün YL formada işlənmişdir. Deməli, 1-3-4 düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the positive case. Birinciyə baxsaq, they had a good time at their uncle's. Bayaq qeyd etdiyimiz kimi uncle, aunt kimi qohumluq əlaqə bildirən isimlər özündən əvvəl at article gələrək və özündən sonra əslində home sözünün ixtisar düşməsi və apostrof s qəbul etməsi ilə düzgün YL formada işlənir. Deməli, bir düzgündür. İkinciyə baxsaq, Rachel's and Pamela's eyes are blue. Bədən üzvü bildirən isimlər hər bir şəxsə ayrı-ayrı aid olmalıdır və necə ki, burada hər birinə ayrı-ayrı YL şəkildə apostrof s qəbul edərək aid olmuşdur. Deməli, 2 düzgün YL formadadır. Üçüncüyə baxsaq, Jane had 3 days holiday. Day sayıla bilən isimdir. Özündən əvvəl miqdar sayı gəldiyinə görə cəmlənməlidir. Lakin burada tək halda işlənmişdir. Deməli, 3 düzgün deyil. Dördüncüyə baxsaq, the White's house is modern and comfortable. White soyad bildirən isimdir və ingiliscə soyad bildirən isimlər özündən əvvəl Z article qəbul edərək cəmlənir. Lakin burada tək halda işlənmişdir. Deməli, 4 düzgün deyil. Bu halda düzgün olardı ki, özündən sonra apostrof s yox, s apostrof gəlsin. Düzgün cavab 1-2 D variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinci cümləyə baxsaq, the weather's fine today. Göründüyü kimi burada apostrof s iz xəbərinin qısaldılmış versiyasıdır. İkinciyə baxsaq, Mr. Potter asked her husband to go to the chemist. Göründüyü kimi burada chemist ismi bayaq qeyd etdiyimiz kimi özündən sonraki isim ixtisara düşərək YL formada işlənmişdir. Deməli, 2 düzgün YL formadadır.
Üçüncüyə baxsaq, each of us needs a week's rest. Week ismi özünə və article gələrək tək halda işlənmişdir və apostrof s plus isim qəbul edərək düzgün yerli formada işlənmişdir. 2, 3 düzgün cavab D variantı. 4-də the ones belong now, belong feili işləndiyinə görə apostrof s-dən sonra bu is xəbərinin qısaldılmış versiyasıdır, yel deyil. Düzgün cavab D variantı. Növbəti suala baxaq. 40. Choose the sentence with the noun in the positive case. Yelda isim işlənmiş cümlələri seçin. Birinci cümləyə baxsaq da Smith's daughter is very young. Göründüyü kimi Smith soyad bölgələrinin isim C article qəbul edərək cəmlənmişdir və özündən sonra apostrof plus isim qəbul edərək düzgün yerli formada işlənmişdir. İkinciyə baxsaq, this book's very difficult for me to read. Göründüyü kimi book ismindən sonra apostrof s-dən sonra very zərfi gəlmişdir. Deməli bu is xəbərinin qısaldılmış versiyasıdır, yerli deyil. Üçüncüyə baxsaq, the girls got a letter from her friend. Burada girls has got-dır, yəni got feili gəldiyinə görə has köməkçi feilinin qısaldılmış versiyasıdır, yerli deyil. 3-də çıxdıq. Dördüncüyə baxsaq, yesterday's rain destroyed the farms. Yesterday zaman bildirən isim özündən sonra apostrof s plus rain ismi qəbul edərək düzgün yerli formada işlənmişdir. 1-4 düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Yerli isim işlənmiş cümlələri seçin. Birinciyə baxsaq, Ted is a friend of my uncle's. Burada Ted mənim əmimin dostudur. Bu cümlədə uncle ismi qeyd etdiyimiz kimi mənim əmimin düzgün yerli formasında işlənmişdir. Çünki qohumluq bildirən isimlər özündən sonra apostrof s plus isim düşərək özündən sonra yerli formada işlənir. Necə ki, bayaq qeyd etmişdik, bir düzgün haldadır. My sisters bought a new computer. Göründüyü kimi apostrof s-dən sonra bought feili gəlmişdir. Deməli, bu yerli deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. 2-ci çıxdıq. Üçüncüyə baxsaq, children, let's play football. Children, bu da əmr cümləsidir. Let's sözü isə let us birləşməsinin qısaldılmış versiyasıdır. Deməli, yerli deyil. 3-cü çıxdıq. Dördüncüyə baxsaq, my mother always buys meat at the butcher's. At artiklından sonra, at prepositiondan sonra, sözlərdən sonra butcher gəlmişdir və bu da apostrof s qəbul edərək butcher qəssab deməkdir. Deməli, bu düzgün yerli formada işlənmişdir. Əslində, ondan sonra isim ixtisara düşür. Ona görə də bu düzgün yerli kimi qəbul olunur. 1-4 düzgün cavab B variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinci cümləyə baxsaq, Jack's watching TV in the next room. Jack is watching. Is xəbərin qısaldılmış versiyasıdır, yerli deyil. Biri çıxdıq. İkincidə, the 31st of December is the World Azərbaycanın Solidarity Day. Deməli, burada Azərbaycanlılar cəm halda isimdir və özündən sonra apostrof plus isim birləşməsi qəbul edərək düzgün yerli formada işlənmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Üçüncüyə baxsaq, the car stopped behind the house. Burada apostrof s has köməkçi feilinin qısaldılmış versiyasıdır, yerli deyil. Özündən sonra stopped feili gəlmişdir. 3-cü çıxdıq. 4-də baxsaq, Joseph had a month's holiday last summer. Göründüyü kimi months ismi özündən əvvəl article qəbul etmişdir və tək halda işlənmişdir. Özündən sonra apostrof s plus holiday ismi qəbul edərək düzgün yerli formada işlənmişdir. 2-4 düzgün cavab C variantı. Növbəti suala baxaq. 43. Choose the correct sentences with a noun in the genitive case. Yerli halda isim işlənmiş cümlələri seçin. Düzgün cümlələri. Birinci cümləyə baxsaq. This house very expensive. Göründüyü kimi apostrof s burada is xəbərinin qısaldılmış versiyasıdır, yerli deyil. Biri çıxdıq. 2-yə baxsaq, Jane's written an interesting story. Göründüyü kimi Jane-dən sonra yenə written feili gəlmişdir. Deməli, bu has köməkçi feilinin qısaldılmış versiyasıdır, yerli deyil. 2-də çıxdıq. 3-ə baxsaq, John's and Stephen's brothers are close friends. Johnson və Stephen'in qardaşları yaxın dostdurlar. Göründüyü kimi mənadan da brother burada hər iki ismə brother ismi ayrılıqda aid olmalıdır. Necə ki, burada hər iki isim özündən sonra ayrı-ayrılıqda apostrof s yerli şəkilsi qəbul edərək düzgün yerli formada işlənmişdir. 3 düzgündür. 4-ə baxsaq, these women's clothes are not so cheap. Burada woman kökdən dəyişərək cəmlənmişdir və bu tip cəm isimlərin yerli özündən sonra apostrof s plus isim qəbul etmək necə ki, burada işlənmişdir. 3-4 düzgün cavab D variantı.
Növbəti suala baxaq. Choose the sentences with the noun in the genitive case. Yəri yalda olan isim işlənmiş cümlələri seçin. Birinci cümləyə baxsaq, Paula's bicycle was in the garage. Burada Paula apostrof S plus isim qəbul edərək düzgün yəri yal formada işlənmişdir. İkiyə baxsaq, Peter's passed his driving test. Peter has passed. Has cümləsi feilin qısaldılmış versiyasıdır. 2-ni çıxdıq. Üçüncüdə, Anne's capable enough in doing tests. And is capable. Burada is cümləsi feilinin qısaldılmış versiyasıdır. Özündən sonra sifət gəlmişdir, isim yox. Dördüncüyə baxsaq, Julia's story was so interesting. Julia ismi özündən sonra apostrof S plus story isim qəbul edərək düzgün yəli yal formada işlənmişdir. Deməli, 1-4 düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the sentence with the noun in the positive case. Yəli yalda isim işlənmiş cümlələri seçin. Birinciyə baxsaq, Kevin's dream was to be a sportsman. Burada Kevin's dream apostrof S plus isim qəbul edərək düzgün yəli yal formada işlənmişdir. Bir düzgündür. İkinciyə baxsaq, Jeremy is a talented student. Burada apostrof S is köməkçi feilinin qısaldılmış versiyasıdır. Yəli yal deyil. 2-ni çıxdıq. 3-ə baxsaq, the producer's been away for a couple of weeks. Producer'dan sonra gələn apostrof S-dən sonra been feil gəlmişdir. Yəni has been. Burada has köməkçi feilinin qısaldılmış versiyasıdır. Apostrof S yəli yal deyil. 3-də çıxdıq. 4-ə baxsaq, Jack's elder brother doesn't live with them. Jack'in böyük qardaşı Jack apostrof S plus elder brother birləşməsi gəlmişdir. Düzgün yəli yal formada işlənmişdir. 1-4 düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the positive case. Yəli yalda isim işlənmiş. Düzgün cümlələri seçin. Birinciyə baxsaq, Alan is proud of his children's achievements. His children burada cəm haldadır və onun yəli yalı özündən sonra S apostrof yox, apostrof S qəbul etməklə düzəlməlidir. Deməli, bir düzgün deyil. İkinciyə baxsaq, was there anything interesting in yesterday's mail? Burada göründüyü kimi yesterday zaman bildirən isimdir. Özündən sonra apostrof S plus mail ismi gələrək düzgün yəli yalı formada işlənmişdir. Üçüncüyə baxsaq, Carla had 2 months holiday last year. Months sayıla bilən isimdir. Özündən əvvəl to sayı gəldiyinə görə cəmlənməlidir. Lakin burada tək halda işlənmişdir. Deməli, 3 düzgün deyil. Dördüncüyə baxsaq, Mitchell's and Robert's parents work for the same company. Mitchell'ın və Robert'in valideynləri eyni şirkət üçün işləyir. Göründüyü kimi burada parent ismi onlara ayrı-ayrılıqda aiddir. Yəni mənaca, ona görə də hər bir ismə ayrı-ayrı əlavə olunmalıdır. Necə ki, burada əlavə olunmuşdur. Deməli, 4 düzgündür. Düzgün cavab 2, 4 D variantı. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Yəri yalda isim işlənmiş cümlələri seçin. Birinci cümləyə baxsaq, my sisters a teacher in a secondary school. Göründüyü kimi burada apostrof S işlənmiş isimdən sonra E article gəlmişdir. Deməli, bu is xəbərinin qısaldılmış versiyasıdır. Yəni, yəri yal deyil. Birinci cümləni çıxdıq. İkinciyə baxsaq, my sister's teacher lives near our school. Göründüyü kimi burada sister ismindən sonra apostrof S plus teacher ismi gəlmişdir. Deməli, düzgün yəli yal formadadır. 2 düzdür. Üçüncüyə baxsaq, you can watch Shakespeare's plays at this theater. Göründüyü kimi Shakespeare ismindən sonra apostrof S plus play ismi gəlmişdir. Deməli, bu düzgün yəli yal formadadır. Dördüncüyə baxsaq, the boys got a ticket to the theater. Göründüyü kimi burada apostrof S-dən sonra got feili gəlmişdir. Deməli, burada apostrof S yəli yal deyil, has köməkçi feilin qısaldılmış versiyasıdır. Əslində, the boy has got a ticket to the theater olmalı idi. Deməli, 4 də düzgün deyil. 2, 3 düzgün cavab B variantı. Bugünlük bu qədər. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Növbəti dərslərimizdə görüşənədək.